2.5 sotun içində 5 otaq 2 mərtəbəli evimiz. 76.000 manata tam təmirdir evimiz. Gördüyünüz kimi qapısı da birbaşa öz məhəlləsinə baxır. 3 maşın, 4 maşın rahatlıqla daxil ola bilər. Evin ətrafına tam olaraq keçid eləmək mümkündür. Ehtiyat su çənimiz var. Keçid elə evin daxili ilə tanış olaq. Qəsəbə Binə, Saxvaz ərazisi, Ülvi yolu, beton yola yaxın bir ərazidir. Buradan 150 metr aralı marşrut xətti Hövsana Binəyə işləyir. Beton yola da bir daha deyirəm də çox yaxın bir ərazidir. Gördüyünüz kimi ətrafına keçid eləmək. Burada bir qladovka hissəsi də var. Daxil olarkən birinci mərtəbə belə bir koridor hissəsi qarşılayır bizi. Kombi sistemimiz yığılıb. Kollektor sistemi də buradadır. Birinci mərtəbədə geniş bir dənə qonaq otağı, studiya, mətbəx qarşılayır bizi. Həqiqətən də çox gözəl bir dizayn, çox gözəl bir proyektdir. Qiymətinə görə də düşmə bir variantdır. 76.000 manata belə vəziyyətdə ev tapmaq qeyri-mümkündür. Evin təməl beton, ikinci mərtəbə kəmər beton, ön tərəfdir. Evin ümumiyyətlə çöl tərəfi izolyasiya olunub. Nəmişliyə qarşı, soyuğa qarşı. Stentimiz də var burada. Birinci mərtəbəyə məxsus sanitar qovşağımız. Və birinci mərtəbədə digər bir otağımız. Kombi radiatoruna qədər yığılıb. Bütün pəncərələr zift sistemlidir. Raşotkalarına qədər vurulub. Keçid edək evimizin ikinci mərtəbəsindən tanış olaq. İstip oldu. İkinci mərtəbədə də belə bir koridor sistemindən otaqlara bölgü gedib. Sol tərəfdə bir otağımız. İkinci bir otağımız, genişliyə söz ola bilməz. Gəlib yerində də baxsınız, görəcəksiniz ki, həqiqətən də ölçülər əladır. İkinci mərtəbəyə məxsus üçüncü otaq, sanitar qovşağıdır. Hər mərtəbənin ayrıca sanitar qovşağı var. Və burada da son olaraq evimizin ikinci mərtəbəsinin mətbəx hissəsidir. Mətbəx mebeli, kombi sistemi falan qalır, amma belə əşyalar çıxmaq şərti ilə 76.000 manata deyilir. Reallıq olsa danışmaq əlbəttə ki olar. Real alıcı ilə evin yerində. Sən vurub deməyin ki, o evin son yeri neçə olacaq. Gəl qardaş, yerində bax, xoşun gəlirsə, yəsin çağırım, üzbəüz oturaq, qiymətində danışaq. Buyurun, əlaqə saxlayın. Əlavə məlumat üçün səhifədə əlaqə nömrələrimiz var. Bir də qeyd edeyim ki, səhifəmizdə gördüyünüz evləri xahiş edirəm, digər materiallərə atmayın.